Salam balıq ovu həvəskarları. Neçə gündür çöllərdəyəm. Bu Azərbaycanın dilbər, yaraşıqlı güşələrində. Və deməyin ki, Qəbələdə gic-gic şeylər, belə detski söhbət. Qəbələdə olsan nə edərsən? Qəbələdə olmuşam dəfələrlə, qalmışam da dəfələrlə. Mənə bu öz torpağım, şor torpağım da şirindir. Burada böyümüşəm mən. Burada olan balıq harda var? Hamımız biz zakonlu balıqçı, ovçuyuq. Azərbaycanın hər yeri gözəldir. Ya prosta bu şor torpağımızı çəkəndə bəzi çox üzr istəyirəm mədəni, bəzi xiyarlar deyir ki, orada nə yaraşıq var. Burada bax əkin sahələri var, yaşayış var, həyat var, taxıl, yonca, pambıq, sərvətdir bunlar hamısı. Yəni başımız elə ora kimi qaynadır. Nəysə, balıqçılara məlumat xarakterli ki, elə güclü balıq yoxdur. Neçə gündür çöllərdəyəm, tanıyanlar da bilir, rыбак stajam. Deyirsiniz o tutduqlarından göstər. Yəni, ən böyüyü belə bir şey, əl boyda tavaya ancaq girər, kəbinə ancaq düşər. Belə bir şeylər. Qəşəng bobla dəyib bir işi də. Yəni ki, gün yarımın bir günün müqabilində bu heç nədir də. Bu Allaha naşükürlük kimi getməsin. Prosta balıqçılara məlumat xarakterli deyirəm ki, bu dəymək deyil. Allah balığınızı yetirsin, ovuzu qanlı eləsin, bu qədər.